Tarixi qalamız Əsgəran qalası. Gördüyümüz kimi mənfur düşmən burada da öz çirkin əməllərini yerinə yetirməklə məşğul olub. Amma neynəsə də belə tarixi Azərbaycan torpağından tarixi abidələrin izlərini silməsi mümkün deyil. Bəli, dəyərli izləyicilər, həmən Əsgəran qalasının giriş hissəsi buradır. İnsanlarımız və gələn xarici turistlər bu tarixi abidənin öz qədim və füsunkar gözəlliyi ilə yaxından tanış olurlar. Məşhur Əsgəran qalası. Bu qalanın girişləridir. Girişlərindən daha doğrusu biridir. Məşhur Əsgəran qalası. Nəzərinizə çatdırıram ki, bu cür bir neçə girişi var bu qalanın. Bu qalanın da bir çox hissələri dağılıb, sıradan çıxarılıb. Qədim bəli Əsgəran qalası. Bu qala həm strateji cəhətdən də bu torpaqların, belə deyək, görünüş məsafəsini maksimuma qaldırır ki, bu torpaqları belə desək, insan çox yüksəkdən izləyə bilir. Məşhur Əsgəran qalası. Doğma torpaqlarımız və bir daha qeyd edirik, bu torpaqların azad olunmasında şəhidlərimizin, qazilərimizin, veteranlarımızın əməyi keçib, Allah şəhidlərimizə rəhmət eləsin və Ali Baş Komandanımız, milli qəhrəmanımız Cənab İlham Əliyevin sərkərdəliyi altında bu torpaqlar 30 ildən artıq həsrətə son qoyularaq Azərbaycan xalqı öz doğma ata-baba yurdlarına qovuşublar. Qala 17-ci əsrdə ilk dəfə təməli Pənah xan tərəfindən, bir də o bir xan yadından çıxıb, ilk dəfə birisində Şahbulaq qalası tikilib. Ondan sonra 17-ci əsrin ikinci yarısında Şuşa qalası tikilib. Ondan sonra 17-ci əsrin axırlarında Pənah xandan biraz yadımdan çıxıb, ikinci bir xan olub. Bax, onunla bərabər inşa olunub. O dövrdən bəri də hansı ki, baxa bilərsiniz. Görürsünüz, yuxarı hissələri, bunu fikir verirsiniz. Yuxarı hissələri 2020-ci ildən sonra bunlar təzədən bərpa olunub. Restavrasiya olunub. Restavrasiya olunub. Baxın, fikir verirsiniz, köhnə qalıqlar, bax, onlar. Görürsünüz, o 17-ci əsrin axırlarında tikilib inşa olunmuş qalalardır. Bu qalanın strateji əhəmiyyəti barədə də məlumat verin, zəhmət olmasa məlumat. O vaxt strateji, o vaxt indiki kimi hər tərəflərdə postlar olmurdu da, özünüz bilirsiniz. Sırf qalalar şəhərin mühafizəsi üçün idi. Əsgəranın, o vaxt Əsgəran qalası, bu belə Əsgəranın burada, yəni yerli, bax bu geri Xocalı ərazisi, bax görürsünüz. Bax, fikir versiniz, orada köhnə tikintilər var. İndi mən otağı gəzmişəm. Fikir versiniz, bax, orada bax görürsünüz, orada bir ferma kimi bir yer var. Bax, o köhnə tikintidir. O da 17-ci əsrə aiddir. Bax, bir də o yuxarı hissəsi var. Bax, göstərir. Bax, həmin bax, Əsgəran qalasının ilk hissəsi oradandır. Axırıncı hissə, o deyil vışqalar var, görürsünüz. Orada ermənilər söküb olur. Bax, bir hissəsi görürsünüz orada, ağaran yer var. Bir hissəsi, axırıncı hissəsi orada olur. Özdə iki tərəfli olur. Görürsünüz, bax orada tunellər var. Bu qala iki tərəfli olur. İkisindən arasından yol gedir, gəlirmişlərə. Müdafiə üçün. Başqa